Salam, bugün mən sizə for dövr operatorunda continue əmrinə uyğun bir misal nümunəsini izah eləyəcəm. Deməli, ilk öncə biz misalımızı bir analiz eləyək. Deməli, for dövr operatorunda i-nin qiymətləri olaraq 1-7 aralığı verilibdir. Yəni, 1-dən 7-yə qədər olan ədədlər. i-nin qiymətləri olacaq 1, 2, 3, 4, 5 və 6. 7-nin özünü, yəni sonuncu qiyməti götürməyəcək. İndi dövr operatorunun gövdəsinə baxaq. Bizə şərt olaraq verilib ki, əgər ki, i-nin qiymətlərindən hansı ki 3-ə qalıqsız bölünür, onda biz continue əmrinə baxacağıq. Qalıqlı bölünənlər isə çap olunacaq. Yəni, şərt ödənilmədiyi halda nəticələr çap olunacaq. Digər hallarda isə harada ki, şərt ödənilir, yəni 3-ə bölünənlər, 3-ə qalıqsız bölünənlər, tam bölünən ədədlər çap olunmayacaq. Baxaq. İlk olaraq götürək i-nin 1 qiymətini. 1 3-ə qalıqsız bölünür. Xeyr, yox. Onda 1 qiyməti çap olundu. İkinci olaraq i-nin 2 qiymətini götürdük. 2 3-ə qalıqsız bölündü. Yox. Onda 2 qiyməti də çap olunacaq. Üçüncü olaraq i bərabərdir 3 qiymətini götürdük. 3 3-ə qalıqsız bölünür. Bəli. Nəticə çap olunmur. 3 çap olunmur. Continue əmri o deməkdir ki, haradakı şərt ödənilir, ondan sonra olan heç bir şeyə baxmırsan. Geri qayıdırsan, yeni qiymət götürürsən. Yəni, əgər ki, burada bir hesablama olsaydı, continue'dan sonra hər hansı bir hesablama olsaydı və şərt ödənilmiş olsaydı, biz o hesablamanı yerinə yetirməyəcəkdik. Çünki hesablamadan əvvəl continue var. Continue şərt ödənildikdə geri qayıt, yeni qiymət götür deməkdir. Dördüncü, i bərabərdir 4 götürdük. 4 3-ə qalıqsız bölünür. Yox. Ona görə 4 də çap olunur. Beşinci, i bərabərdir 5 qiyməti götürülür. 5 3-ə qalıqsız bölünür. Yox. Ona görə 5 qiyməti də çap olunur. Və altıncı, i bərabərdir 6 qiymətini götürdük. 6 3-ə qalıqsız bölünür. Bəli. Ona görə 6 da bölünmür. Yəni, 3-ə bölünənlər hansı oldu? 3 və 6. i-nin qiymətlərindən 3-ə bölünənlərdən başqa digər qiymətləri çap olunur. 1, 2, 4 və 5 qiymət.